Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün 21 iyun 2026-cı ildir. Arılara ümumi bir baxış keçirmək istəyirəm. Yəni, baxış keçirmişəm, sadəcə göstərmək istəyirəm hal-hazırdakı vəziyyəti. Sonuncu dəfə video kirəç xəstəliyi ilə bağlı idi. Şükürlər olsun, mənim bir yeşimdə kirəç xəstəliyi qalmışdı. Güclü koloniyada, onun səbəbini izah eləmişdim ki, onu qatı bəsləməklə bəsləyə bilmədim. Və digər bütün arılarımda kirəç xəstəliyi keçib getdi, şükürlər olsun. Bu ilin bölməsidir, 9 çərçivədədir, 9-cu çərçivədə tamamilə qabardıb. Yəni inanmıram buna 10-cu çərçivəni vermək lazım olsun, çünki artıq 10 gündən sonra, 15 gündən sonra təxminən mən bütün ana arıları qəfəsə salacağam. Daha doğrusu bu ayın sonunda qəfəsləmə aparacağım. Yəni ehtiyac olmayacaq bu arının əlavə pətəyə. Çünki artıq arılarımın çoxunda qabartma işi dayanıb, sadəcə bal depolayırlar. Bu arım da bu ilin bölməsidir. Bu arada bir qədər sıxlıq var. Düzdür, əlavə pətək vermək istəmirəm. Amma arı belə baxıram ki, dalaq verəcək. Başqa arıdan buna qabarmış pətək verə bilərəm. Yəni, çoxluq varsa pətəyində. Bu ilin bölməsidir, lakin bu arıya mən ana arı verdikdən sonra 2 dəfə qapalı yumurta dəstəyi vermişəm bu kənardakı arıdan. Və hal-hazırdakı vəziyyəti budur. Yəni, bal axını hal-hazırda çox gözəl gəlir. Yəni, mənim güclü arılarımda, güclü kolonilərimdə artıq bal depolaması var. Hətta üzəri tamamilə mühürlənmiş ballar belə var. Bu arı da bu ilin bölməsidir. Tamı-tamına 20 çərçivədədir. Yəni, bu ilin bölməsi olmasına baxmayaraq, arıları bu cür güclü saxlamağımın səbəbi odur ki, ana arı qəfəslənməsi elədikdə kolonilər sönməsin. Yəni, kifayət qədər içərisində qoşun qalsın. Yəni, bu arı bəlkə də 3-cü mərtəbəyə qaldırıb əlavə 2-3 çərçivə vermək olar. Yəni, arı tamı-tamına doludur. Mən normalda 20 çərçivəni bu şəkildə vermirəm. Yəni, bir boşluq saxlayıram. Sadəcə kirəç xəstəliyi ilə bağlı olaraq qorxdum. Yəni, boşluq saxlamadım ki, arılarda soyuqlama ola bilər. Və yaxud da hansısa problem baş verə bilər. Göstərəcəm indi o biri arılarımda. Bu kənar hissələri də görürsünüz. Maşallah olsun, arılar çox gözəl bal depolayıb. Yəni, vəziyyət deyərdim, keçən il bu vaxtından daha gözəldir, daha yaxşıdır məhsuldarlıq olaraq. Bu isə mənim kirəç xəstəliyi olan həmin o güclü koloniya. 10-19, təxminən burada 6 çərçivə var yuxarıda. 25 çərçivədədir bu arı. Yəni, maşallah olsun, dolu-dolu bir arıdır. Onu da qeydim ki, bu il mənim arılarımdan heç biri beçiyə getmədi. Heç biri beçiyə belə meyillənmədi demək olar ki. Bunun da səbəbi odur ki, mən arının ən güclü vaxtında, yəni belə deyək, may ayının əvvəlində arıdan bölmə aldım. Mən may ayının əvvəlində arıdan bölmə almasaydım, bu arılar hamısı beçiyə meyillənərdi. Baxın, 3 mərtəbədə olan bir arıdır. 26, 25, 26 çərçivədə. Və aşağı hissəni göstərimsə çox gözəl bal depolayıb. Həmçinin 3-cü mərtəbədə demək olar ki, hazır balları var. Sadəcə aparatım olmadığı üçün mən çıxardıb az-az bunları sizə bilmirəm. Şanlı şəkildə istəyənlərə şanlı şəkildə satıram. Lakin süzməni sadəcə bir dəfə eləyəcəm. İnşallah o da iyul ayının sonunda. Bu arada 28 çərçivədədir. Yuxarısının 10 çərçivə tamamlamağıma baxmayın. Bu mənim biraz tənbəlliyimdən gəldi. Əslində aşağını tamamlayıb yuxarını boş saxlamalıydım. Çünki arı yuxarıdan aşağı dalaq qoyma ehtimalı var buna. Amma yenə də eybi yoxdur. Yəni bunu qabardıb artıq arı. Digər çərçivələrdə çox gözəl bal var. Dünən baxmışam. Yəni beçə riskindən arxayın olduğum üçün arıya baxış keçirərkən 3-cü mərtəbəni yoxlayıram sadəcə. Aşağı mərtəbəyə düşmürəm. 3-cü mərtəbədə arının sadəcə bu 3 çərçivəsində mən qapalı yumurta gördüm. Həmçinin günlük yumurta gördüm. Yəni aşağı heç keçməyə ehtiyac duymadım.
Onsuz da 10 gündən sonra bütün anarları qəfəsləyəcəm deyə çox da arını narahat eləmək istəmirəm. Onu da qeydim ki, mənim arıları qoyduğum yer kölgəlik yerlərdir. Yəni günün bir vaxtında üzərinə gün düşsə belə, böyük bir hissəsində, məsələn, günortaya qədər gün düşür, günortadan sonra üzəri artıq kölgəlik olur. Məsələn, bu arı demək olar ki, günün çox qısa bir vaxtında üzərinə gün düşür. Bu arı 20 çərçivəlidir. Bu arıya mən fərqli bir üsulla qat atmışdım. Bütün çərçivələri qaldırmışdım, yuxarı aşağı boş xam pətək vermişdim. Yəni aşağı doğru arı endi, yuxarı qalxmadı. Və hal-hazırda 20 çərçivədədir. Bir an baxış keçirmişəm arıya, ana arı aşağıda, yəni demək olar ki 6-7 çərçivəyə yumurta atıb. Bu həm də ona görə yaxşıdır ki, yuxarı mərtəbədə çərçivələri aldıqdan sonra aşağı mərtəbəyə saldıqda arını, yəni bal sümündən sonra aşağıda təmiz bu iki çərçivələr olacaq. Yəni qaralmamış, köhnə olmayan şamlar olacaq. Yəni bu baxımdan da yaxşıdır. Həm anar keçməz qoyduqda da yuxarıdakı köhnə çərçivələri götürmək olar. Lakin anar qəfəsləmə eləyəcəm deyə, yəni fərqi yoxdur əslində. Yuxarıda oldu, aşağıda oldu çərçivələr. Hal-hazırda arının vəziyyəti çox yaxşıdır. Yəni bal axını da çox gözəldir. Sadəcə bu il birinci dəfə olacaq ki, mən anar qəfəsləmə eləyəcəm, damlama eləyəcəm. Nəticəsi necə olacaq, onu bilmirəm. Düzdür, digər arıçılardan aldığım məlumata görə çox gözəl effekt verir. İnşallah məndə də yaxşı effekt verər. Bu deyərdim arılarımın içərisində ən gözəlidir. Mənim ən çox bəyəndiyim arılarımın gözü deyərdim bu arıya. Həm sakitliyinə görə, həm artımına görə, həm bal yığımına görə. Təriflədik, vurdular. Təriflədim, açan kimi vurdular məni. Niyəsə aqressivləşib arılar. Ey bitməz. Bu da bir dərs olsun ki, arıya etibar yoxdur. Maskasız şəkildə baxırdım arılara. 4-5'i sancdı üzümdən. Və bu il erkeğe getmiş, yalançıya getmiş bir arı. Hal-hazırda bu arı 6 çərçivədədir. Və mənə ən maraqlı olan şey də budur ki, bu arını, yəni bu arının anasını qəfəslədikdə effekt nə olacaq, nə verəcək? Yəni koloniya hansı həddə qədər zəifləyəcək, hansı həddən sonra sönmə təhlükəsi var? Yəni mənim üçün çox maraqlıdır. İlk dəfə qəfəslənməni yerinə yetirən bir insan kimi deyərdim ki, 6 çərçivəli arını qəfəsləmək bir qədər risklidir. Amma yoxlamaq lazımdır, görək nəticəsi nə olur.